Yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanundur. Diqqətlə qulaq asın və bu cür videoların davamlı olaraq paylaşılmasını istəyirsinizsə, kanalıma abunə olub bildiriş butonunu açıq saxlamağı unutmayın. Keçid alaq dərsimizə. Yoldaşlar, bildiyimiz kimi etik davranış qaydaları haqqında qanun dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini, həmçinin onlara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyənləşdirir. Bu qaydalar dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil olunur. Hər bir dövlət qulluqçusu qanunun aliliyini, demokratik prinsipləri, insan hüquqlarını, yüksək etik davranış qaydalarını rəhbər tutaraq etik davranış qaydaları haqqında qanunun müddəalarına əməl etməyə borcludur. Etik davranış qaydaları haqqında qanunun bir sıra məqsədləri vardır. Dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində, işində səmərəliliyin və şəffaflığın təmin olunması, daha doğrusu artırılması, dövlət orqanlarında korrupsiyanın və rüşvət almanın və dövlət qulluqçularının fəaliyyətindən maraqların toqquşmasının qarşısının alınması, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin olunması, dövlət qulluqçularından gözlənilən davranış barəsində vətəndaşların məlumatlandırılması, dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə, vətəndaşların təsir imkanlarının genişləndirilməsi. Bu nə deməkdir yoldaşlar? Əgər məsələn A adlı vətəndaş X adlı dövlət qulluqçusuna hər hansı bir məsələ ilə bağlı müraciət eləyirsə, bu zaman həmin dövlət qulluqçusu ona göstərdiyi xidmətdən əgər A adlı vətəndaş narazılıq eləyərsə, necə deyim, onun xidmətindən narazılıq eləyərsə və yaxud da məmnun qalmazsa, bu zaman artıq həmin dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsinə bu mənfi təsir göstərəcək. Əgər yox, həmin xidmətdən necə deyim, razı qalarsa, məmnun qalarsa, bu zaman dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsinə bu daha çox müsbət təsir göstərəcək. Deməli yoldaşlar, dövlət qulluqçusunun xidməti davranışı qanunla yox, qanunvericiliklə ona verilən hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi ilə bağlı fəaliyyətdir. Dövlət qulluqçusunun xidməti davranışı bu qanunla, yəni etik davranış qaydaları haqqında qanunla müəyyən olunmuş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır. Dövlət qulluqçusunun xidməti davranışı bu qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq tənzimlənir. Deməli yoldaşlar, 15 dənə etik davranış qaydası var bildiyimiz kimi. Bunlardan birincisi vicdanlı davranışdır. Bildiyimiz kimi şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçuları öz vəzifə borcunu yerinə yetirməyə, səmərəli yerinə yetirməyə borcludur. Yoldaşlar, dövlət qulluqçusu bütün hallarda, istisnasız da yəni, bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Deməli yoldaşlar, peşəkarlıq və fərdi məsuliyyətin artırılması maddəsində, deməli, dövlət qulluqçusu öz fəaliyyətini, işini, peşəsini qanunvericiliklə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu etik davranışını və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmalıdır və möhkəmləndirməlidir. Maddə 6. Loyallıq. Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, yəni işinə aidiyyatı olmayan, əlaqəsiz olan dövlət orqanlarının onların rəhbərlərinin fəaliyyəti ilə bağlı qanunsuz fəaliyyətlər istisna olmaqla tənqidi ictimai mülahizələrdən, çıxışlardan, onların fəaliyyətinə ictimai qiymət verilməsindən, rəy verilməsindən çəkinməlidir yoldaşlar. Qanunsuz fəaliyyət istisna olmaqla təbii ki. Yəni qanunsuz fəaliyyət törədərsə, korrupsiya hüquq pozması törədərsə, maraqların toqquşması ilə bağlı bir məsələ olarsa, bu zaman fikir rəy də verə bilər, ictimai qiymət də verə bilər, hər hansı bir mülahizə də eləyə bilər və s. Amma qanunsuz fəaliyyət istisna olmaqla bunlar dövlət qulluqçusuna qadağandır yoldaşlar. Bu qayda dövlət qulluqçusunun elmi pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və elmi yazılarına şamil olunmur. Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının, dövlət qurumunun nüfuzuna aşağı sala biləcək hərəkətlərə yol verməməlidir yoldaşlar. Dövlət qulluqçusu dövlət orqanı tərəfindən açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir. Dövlət qulluqçusu qanunvericiliklə dövlət qulluğu ilə bağlı nəzərdə tutulan məhdudiyyətlərə əməl etməlidir.
İctimai etimad maddəsi, yoldaşlar, bildiyimiz kimi dövlət qulluqçusu Azərbaycan Respublikasının dövlət qurumlarının, yəni dövlət orqanının dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. Dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, həmçinin də ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Dövlət qulluqçusu dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, səlahiyyətli şəxslərinin fəaliyyəti barəsində ictimaiyyəti maraqlandıran, daha doğrusu məlumatlandıran media subyektlərinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru dürüst məlumatlar almasına köməklik göstərməlidir. Maddə 8. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət. Deməli, yoldaşlar, dövlət qulluqçularının fəaliyyəti insanların hüquq və azadlıq, həmçinin qanuni maraqlarının təmin olunmasına, düzəldilməsinə və müdafiəsinə xidmət göstərməlidir. Deməli, yoldaşlar, dövlət qulluqçusu insanların hüquq və azadlıqlarının, qanuni maraqlarını pozan, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna ləkələyə biləcək hər hansı bir qərara, hər hansı bir hərəkətliyə və hərəkətsizliyə yol verməməlidir, yoldaşlar. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barəsində hər hansı bir ona məlum olan məlumatın konfidensiallığını təmin etməlidir. Amma qanunvericiliklə nəzərdə tutulmuş hallarda dövlət qulluqçusu hər hansı bir şəxs barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməyə borclu deyil. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət qulluqçusu onu təmin etməlidir. Qanunvericiliklə nəzərdə tutulmuş hallarda təmin etməyə də bilər, yoldaşlar. Bu o deməkdir. Dövlət qulluqçusu hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətinə yanaşmalıdır. Həmçinin də işgüzar nüfuzu ləkələyə biləcək hərəkətlərə və hərəkətsizliyə yol verməməlidir. Yoldaşlar, mədəni davranışda deməli bildiyimiz kimi dövlət qulluqçusu bütün şəxslərə, yəni fiziki və hüquqi şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə həmçinin də tabeliyində olan şəxslərə münasibətdə necə olmalıdır? Nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. Bunu DSNX kimi də yadda saxlaya bilərsiniz. Yoldaşlar, əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi maddəsinə vurğulayır ki, dövlət qulluqçusu birbaşa və yaxud da yuxarı rəhbərinin qanuna uyğun olaraq və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və yaxud da verdiyi şifahi tapşırığı yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu birbaşa və yaxud da yuxarı rəhbəri tərəfindən ona verilən əmrin, sərəncamın, tapşırığın qanuna və yaxud da digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu zaman yazılı əsaslandırmanı birbaşa və yuxarı rəhbərinə təqdim etməlidir. O birbaşa rəhbərindən bu əmr, sərəncam və tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və yaxud da tapşırıq almasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna və yaxud da digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam eləyərsə, o həmin əmr, sərəncam və tapşırığın yerinə yetirilməsindən imtina belə edə bilər. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur, yoldaşlar. Yadda saxlayın. İnzibati yox, intizam məsuliyyətinə səbəb olur. Qərəzsizlik. Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirdiyi zaman, qərar qəbul etdiyi zaman qərəzsiz olmalıdır və bu zaman hər hansı meyardan asılı olmayaraq, hər hansı şəxsin və şəxslər qrupunun üstünlüyünə və belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir. Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur. Yəni, heç kimin tərəfini saxlamamalıdır. Dövlət qulluqçusu özünün və maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməlidir və bu cür təsir üçün də şərait yaratmamalıdır. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların əldə olunmasına yol verilməməsi. Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar, güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər və hərəkətsizlik etməsi, qərarlar qəbul etməsi qadağandır, yoldaşlar. Dövlət qulluqçusu onun hərəkətlərinin və hərəkətsizliyinin qərarların maddi və qeyri-maddi nemətlər, həmçinin də imtiyazlar, güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. Qanunvericiliklə müəyyən olunmuş qaydada şəxslərə əvəzsiz xidmətlər göstərən dövlət qulluqçusu həmin xidmətlərə görə hər hansı bir haqq tələb edə bilməz, qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində vətəndaşlara xidmət göstərən dövlət qulluqçusu həmin xidmətə görə nəzərdə tutulan məbləğdən artıq tələb edə bilməz.
Maddə 13 korrupsiyanın qarşısının alınması maddəsi. Yoldaşlar, bildiyimiz kimi dövlət qulluqçusuna qanunsuz olaraq maddi və qeyri-maddi nemət, imtiyaz və güzəştlər təklif olunduğu hallarda dövlət qulluqçusu ondan birbaşa nə etməlidir? İmtina etməlidir. Əgər özündən asılı olmayan səbəblərdən verilərsə ona, birbaşa rəhbərinə bu barədə məlumat verməlidir və həmin imtiyaz, nemət, qeyri-maddi və maddi nemətlər barəsində, daha doğrusu onları qulluq keçdiyi dövlət orqanına akt üzrə, sərəncam üzrə yox ha yoldaşlar, akt üzrə təhvil verməlidir. Tərəflərdən biri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanı olan əqdlərdə həmin dövlət qulluqçusu digər tərəf ola bilməz. Deməli yoldaşlar, hədiyyə alma ilə bağlı məhdudiyyətlərdə vurğulayır ki, dövlət qulluqçusu xidməti vəzifələrin qərəzsiz icrasına təsir edən və bu cür təsir təəssüratı yaradan və vəzifələrin icrası müqabilində mükafat qismində ona verilən və yaxud da bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və yaxud da digər şəxslər üçün tələb eləyə bilməz, həmçinin qəbul eləyə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri korrupsiyaya qarşı mübarizə haqqında qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunması hallarına şamil edilmir. Dövlət qulluqçusu hədiyyənin qəbul edilməsi və qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir. Deməli yoldaşlar, maraqlar toqquşmasının qarşısının alınması dövlət qulluqçusu qulluq etdiyi dövlət orqanında maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətindən şəxsi məqsədləri üçün, şəxsi maraqları üçün istifadə etməməlidir. Dövlət qulluqçusunun xidməti vəzifələri ilə bağlı onun şəxsi maraqları arasında bir sıra ziddiyyət yarandığı halda qanunvericiliyə müvafiq olaraq o dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonraki dövrdə həmin maraqların xarakteri barəsində məlumat verməyə borcludur. Dövlət qulluqçusu başqa vəzifəyə keçməklə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda bu barədə dövlət orqanının rəhbərinə məlumat verməlidir. Dövlət qulluğuna xitam verildikdən sonra, yəni vəzifə səlahiyyətlərini bitirdikdən sonra dövlət qulluqçusu qanunvericiliklə müəyyən olunan müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə və təşkilatlara, həmçinin onun bölmələrinə işə qəbul edilə bilməz. Dövlət qulluqçusu maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir. Dövlət qulluqçusu vəzifəyə təyin olunan zaman və ondan sonraki müddətdə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə normativ, hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdırlar. Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı bir sual yaranarsa, bu barədə birbaşa və yaxud da yuxarı rəhbərinə məlumat verməlidir. Yoldaşlar, yadda saxlayın. Birbaşa rəhbər şəxsin, belə deyim də, işlədiyi hər hansı bir müəssisənin birbaşa rəhbəridir. Bizim, məsəl üçün, mən işləyirəm Mingəçevir rayon, Mingəçevir şəhər Asan Xidmət Mərkəzində, üzr istəyirəm. Orada mən şöbə müdürü vəzifəsində çalışıram. Artıq oranın rəhbəri mənim birbaşa rəhbərim sayılır. Amma məsələn, vətəndaşların, prezident yanında vətəndaşlara Xidmət və İnnovasiyalar Agentliyinin hər hansı bir vəzifəli şəxsi və yaxud da birbaşa oranın rəhbəri artıq bizim dövlət orqanının rəhbəri sayılır. Yəni, yuxarı rəhbər sayılır. Yoldaşlar, bildiyimiz kimi əmlakdan istifadə maddəsində vurğulayır ki, dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vasitələrindən, rabitə kompüter və digər kommunikasiya sistemlərində, həmçinin də nəqliyyat vasitələrindən, digər maddi texniki təchizat avadanlıqlarından necə istifadə etməlidir? Qənaətlə istifadə etməlidir. Həmçinin səmərəli istifadə etməlidir. Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən, maddi texniki təchizat avadanlıqlarından, şəxsi maraqların naminə, habelə dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqəli olmayan, əlaqəsiz məqsədlər üçün istifadə etməsi qadağandır. Dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməlidir. Dövlət qulluqçusu dövlət orqanında müəyyən olmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir. Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı işlədiyi vaxt əldə etdiyi məlumatları şəxsi maraqlar üçün istifadə edə bilməz.
Yoldaşlar, qanunvericilik ilə başqa qayda nəzərdə tutulmamışdırsa, dövlət qulluqçusu ictimai siyasi birliyə üzv olmaq hüququna malikdir. Amma bütün hallarda ictimai siyasi birliyə dövlət qulluqçusu üzv ola bilməz. Dövlət qulluqçusunun ictimai və siyasi fəaliyyəti yaxud da ictimai siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır. Deməli, yoldaşlar, dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçularını ictimai və siyasi birliklərin, dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir. Deməli, yoldaşlar, dövlət qulluqçusuna dövlət orqanlarında həmkarlar ittifaqı istisna olmaqla hər hansı dini təşkilatın struktur bölməsini yaratmaq və həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır qəti şəkildə. Deməli, yoldaşlar, dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətindən, həmçinin də özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyanın bloklarının xeyrinə istifadə etməsi qadağandır. Yoldaşlar, dövlət qulluqçusu tərəfindən etik davranış qaydalarına əməl olunması üçün dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun birbaşa olaraq özü, birbaşa və yaxud da yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir. Dövlət qulluqçusu onun birbaşa və yaxud da yuxarı rəhbəri tərəfindən bir sıra bu fəsildə nəzərdə tutulan bir sıra tədbirlər görür. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti dövlət orqanının rəhbəri xidməti qaydada aparır. Yuxarı orqan isə tabeçilik əsasında həyata keçirir. Yoldaşlar, dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi bu sahədə maarifləndirmə və mübahisələrin həlli məsələlərinin məsul olan etik davranış üzrə müvəkkil təyin olunur. DİM-in yaratdığı qurum, daha doğrusu müvafiq icra hakimiyyətinin yaratdığı qurum, yəni DİM, etik davranış qaydalarına əməl olunmasına, nəzarəti və nizamnaməsinə uyğun olaraq həyata keçirir. Deməli, yoldaşlar, rəhbər vəzifələr üzrə 3 ildən az olmamaqla, 5 ildən çox, dövlət qulluğunda inzibati vəzifələrdə qulluq keçən, həmçinin yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər etik davranış üzrə müvəkkil ola bilər. Etik müvəkkil nə iş görür? Etik müvəkkil bu qanunla müəyyən olunan etik davranış qaydalarına əməl olunması vəziyyətini öyrənir. Həmçinin etik davranış qaydalarının pozulmasına şərait yaradan halları təhlil eləyir və bununla bağlı dövlət orqanının rəhbərinə təkliflər, tövsiyələr verir. Dövlət qulluqçularından və digər şəxslərdən etik davranış qaydalarının pozulması ilə bağlı daxil olan müraciətlərə baxır. Daxil olan müraciətlərdən irəli gələn məsələlərin həlli üzrə dövlət orqanının rəhbərinə təkliflər, tövsiyələr və təqdimatlar verir. Etik davranış qaydaları ilə bağlı dövlət qulluqçularının maarifləndirməsi üçün tədbirlər görür və etik davranış qaydalarının tətbiqi ilə bağlı təlim proqramlarını hazırlayır və bu təlimlərin təşkilində iştirak edir. Etik davranış qaydalarının pozulmasının qarşısının alınması istiqamətində profilaktik tədbirlər görür. Bu qaydaların pozulması ilə bağlı faktlar üzrə dövlət orqanının rəhbərinə məlumat verir və dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər verir. Dövlət orqanının rəhbəri nə edir? Dövlət orqanının rəhbəri isə öz davranışı ilə etik davranış qaydalarına əməl olunması nümunəsini göstərməlidir. Həmçinin bu qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət etməlidir və onun təhlilini aparmalıdır. Kimlərin, yoldaşlar, təbii ki, tabeliyində olan dövlət qulluqçularının xidməti davranışlarının bu qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna birbaşa nəzarət etməlidir və təhlil aparmalıdır. Tabeliyində olan dövlət qulluqçuları arasında tutduğu vəzifəyə uyğun olaraq vəzifə bölgüsü aparmalıdır. Həmçinin tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul edilən etik normalara zidd olan hərəkətlər etməyə və qərarlar qəbul etməyə sövq etməməlidir. Deməli, etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görməlidir. Tabeliyində olan dövlət qulluqçularına etik davranış qaydalarını izah etməlidir. Müraciət olunduğu halda etik davranış qaydalarına əməl olunmasına dair tövsiyələr verməlidir. Öz səlahiyyətləri çərçivəsində bu qanunla müəyyən olunan etik davranış qaydaları və onlara əməl olunması ilə bağlı bir sıra təminatları konkretləşdirən normativ hüquqi və normativ xarakterli aktları qəbul etməlidir. Həmçinin etik davranış qaydalarının pozulması ilə bağlı bir sıra tədbirlər barəsində vətəndaşları, təşkilatları və dövlət orqanlarını məlumatlandırmalıdır.
Etik davranış qaydalarının pozulmasının nəticələrini aradan qaldırılmalı, həmçinin də həmin dövlət orqanına ictimai etimadın artırılması üçün tədbirlər görməlidir. Etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunverici ilə nəzərdə tutulan qaydada digər vəzifələri də həyata keçirməlidir. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə səbəb olur və dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi də qanunvericilik ilə nəzərdə tutulmuş qaydada və müddətlərdə həyata keçirilir. Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər. Bu qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və fiziki şəxslər tərəfindən şikayət daxil olarsa, məlumat verilərsə, mediada dövlət qulluqçuları tərəfindən bu qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi halı ilə bağlı məlumat dərc olunarsa, bu qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulmasının etik davranış üzrə müvəkkil tərəfindən müəyyən edilməsi halları olarsa, bu zaman intizam icraatına başlanıla bilər. İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar olunarsa, yəni cinayət törədərsə fiziki şəxs və yaxud da dövlət qulluqçusu olan fiziki şəxs, deməli, həmin əlamətləri aşkar etmiş dövlət orqanının, dövlət qurumunun birbaşa rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir. Bu qanun dərc edildiyi gündən qüvvəyə minmiş hesab olunur. Bura qədər yoldaşlar, növbəti dərslərdə görüşənə qədər sağ olun, salamat qalın.